Qazax rayonunda 1982-ci il təvəllüdlü Namaz şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Adil Qədiməliyevi bıçaqlayıb. Demokratazın məlumatına görə hadisədən təxminən 2 il əvvəl Namaz 180 manata nisiyə aldığı birbaş xırdabuynuzlu quzunun pulunu ödəmədiyi üçün heyvanı ona satan Süleymanın qardaşı və şəriki Adil telefonda pul tələb edib və söyüş söyüb. Buna görə tərəflər arasında mübahisə yaradıb. Namaz məsələni aydınlaşdırmaq üçün onların evinə getsə də qardaşlar evdən çıxmayıb. O onların ertəsi gün Qazax heyvan bazarında olacağını öyrənib. Həmin gün səhər saat 5 radələrində Namaz bazara gedərək Adillə heyvanın pulu və söyüşlə bağlı yenidən mübahisə edib. Bu zaman Namaz bıçaqla Adilin qarın və sol qol nahiyələrinə qəsdən zərbələr vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Namaza Cinayət Məcəlləsinin 126.1 qəsdən sağlamlığa ağır zərər vurma və 221.3 silah və ya silah qismində istifadə olunan əşya ilə xuliqanlıq maddələri ilə ittiham elan edilib. O ifadəsində özünü təqsirli bilib, münaqişənin səbəbinin quzunun pulunu verilməməsi və Adilin onu telefona nalayiq ifadələr işlətməsi olduğunu bildirib. Namaz hadisə günü bazarda Adilin yenidən onu təhqir etdiyini, buna görə əsəbləşib bıçaqladığını deyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Namaz 4 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.